Aziz dostlar, biraz sakitliğe riayet eləyəyin. Mənim deyərdim ki, ürəyim o qədər gelişdi ki, bu günləri burada mənim ürəyimi istəyənlər hamısı əyləşib. Ancaq Türkiyədən indi Seyfəddin müəllim doktor qədəm buyurun. Gəlib bura, uçub samolyotdan düşüb, deyib ki, bu gün mən özümü çatdırmalıyam. Seyfəddin doktor, gəl biraz zəhmət olmasa. Əlvahid müəllim, gözəl şairimiz, gözəl insan, dəyərli qardaş. Mən çox xoşbəxtəm ki, bugün sizin bu gözəl gününüzdə iştirak edirəm. Bu dəvətə görə sizə xüsusi təşəkkür edirəm. Və çox gözəl sənətkarlarımız, Azərbaycanın sevimli sənətkarları, gözəl kişilər buradadır, gözəl xanımlar buradadır. Sizin verdiyiniz o mənəvi qida bizim müalicəmizdən qat-qat yüksəkdir. Sizin verdiyiniz qida əbədidir. Nə qədər insanların taleyində rol oynayır. İnsanların ən qəmli vaxtında, ən ağır vaxtında belə o insanların ruhunu oxşayan şeirləriniz bizim yenə deyirəm, arımızdan, zəlimizdən, qurbağamızdan, məcnumuzdan, məlhəmmizdən qat-qat gözəldir, gözəl qardaş. Nə yaxşı ki varsan, Allah qorusun. Yubileyin mübarək olsun. Qələmin iti, zehnin açıq olsun. Allah'tan arzu edirəm ki, növbəti yubiley illərində məni dəvət eləsən, bu dostları dəvət eləsən, orada iştirak elək. Və təbii ki, kaş mən də şair olaydım bu gün sənin bu gözəl gününə mən də 4 sətir deyə biləydim. Ancaq siz olan yerdə təbii ki, söz də göydədir, ruh da göydədir, var olasan bir daha təbrik edirəm və hamıdan xahiş edirəm, baxmayaraq gec gəlmişəm, gəlin bu gözəl şairimizin yubileyini ürəkdən alqışlayaq, xahiş edirəm. Var olasınız, var ol gözəl sənətkarımız, var olun gözəl insanlar. Öpürəm, nə desən hazıram. Gələn ayaqlarım var olsun.